Ya Allah, salam aleyküm, hər vaxtınız xeyir olsun. Əgər öz toxumunuzu, öz stilinizi özünüz yetişdirirsə, o zaman bu video sizə yararlı ola bilər. Məncə bunu izləyin. Sizə qısaca izah verim. Gördüyünüz kimi kasetlərdir, torf doldurmuşuq və sulanıb. Torfu doldurduqdan sonra ilk növbədə qeyd edeyim ki, torfu kasetə doldurduğunuz zaman torfa diqqət edin ki, çox quru olmasın, su götürə bilsin. Torfu kasetə doldurdunuz. 2 dəfə suladınız, yəni biz əllə suyuruq, duş vasitəsilə suladınız. Rahat yolunu sizə göstərərəm. Kaseti açmağın dərinliyi falan soruşursunuz. Misal üçün, bu bir kasetdir. Bu kaseti götürdük və bunun üzərinə qoyduq. Sonra bunu əlinizlə biraz basırsınız. Hardasa bastınız, belə deyim. Bir daha təkrarlayırsınız bunu. Belə. Sonra bunu üzərindən götürürsünüz. Nə çox dərin olmalıdır, nə də çox üzdə olmalıdır. Dərinliyi gördüyünüz kimi. Sonra da böyle toxumlarınızı əkirsiniz, üstünü bağlayırsınız, suluyursunuz. Bu qədər. Toxumun əkilmə qaydasını da sizə göstərim. Əgər toxumu əkirsinizsə, misal üçün, bu bizim xiyar toxumlarımızdır. 2-3 dənə götürün. Biraz da bizden deməli, misal üçün, bazı xiyar toxumu. Toxumu əkən zaman toxum yolun tam mərkəzində yer almalıdır. Toxumu qoyduq bura. Tam mərkəzdə olmalıdır. Çünki bu çıxdığı zaman, hansı ki cücərmə verdiyi zaman stil mərkəzdən cücərməlidir, belə deyim. Qırağa düşsə bir problem olmur əslində. Sadəcə siz onu kasetdən çıxardığınız zaman torf dağıla bilər, kök dağıla bilər. Bu da artıq biraz stili stresə sala bilər əkən zaman. Yəni toxumu əkdiniz, onu belə əkdiniz. Sonra torfla üzərini bağladınız. Bir dəfə suladınız. Yaxşı olar ki, pervikür enerji və s. kimi dərmanlardan istifadə edirsiniz suladığınız zaman. Əkdiniz, suladınız, bu qədər sadə.